Anton Çexov getdi. Nahar bitdi. Mədə tərəfdə kiçik bir həz hiss olunurdu. Ağızlar əsniyir, gözlər şirin mürgü ilə qapanmağa başlamışdı. Ər siqar çəkib əsnədi və divanda yayıldı. Xanımı divanın başında əyləşib mızıldanırdı. İkisi də xoşbəxt idi. Nəsə bir şey danış, əsniyən ər dedi. Sənə görəsən nə danışım? Hə, sən duydun? Sofiya Okurkova ona yeni fon tromba ərə gedib. Sən bir bax necə bir biabırçılıqdır, rəzalətdir. Burada rəzalət olan nədir? Axı fon trop şərəfsizdir, alçaqdır, vicdansız insandır. Düzgün biri deyil. Heç bir həyat prinsipi yoxdur. Mənəviyyatsız eybəcərdir. O qrafın yanında icraçı çalışıbmış. Pulunu mənimsəyib. İndi isə dəmir yolunda xidmət edir və uğurluqla məşğuldur. Bacısını da qarət edib. Bir sözlə alçaq və oğrudur. Belə bir adama necə ərə getmək olar? Onunla birlikdə yaşamaq, mən buna təəccüb edirəm. Sofi mənəviyyatlı qızdır və budur. Heç vaxt bu subyektə ərə getməzdim. Hətta milyoner olsa belə, yaraşıqlı olsa belə. Bir sözlə nə olursa olsun ona tüpürərdim. Ərimi alçaq insan təsəvvür edə bilmərəm. Xanım hiddətdən qızarmış halda ayağa qalxaraq gəzişməyə başladı. Gözləri qəzəbdən parıldayırdı. Hiss olunurdu ki, sözlərində səmimidir. Həmin fon trop heyvanın biridir. Ona ərə gedən qadınsa 1000 dəfə axmaq və müştəbəhdir. Belə. Sən yəqin ki, beləsinə ərə getməzdin, eləmi? Əgər indi öyrənsən ki, elə mən də onun kimi alçağam, onda sən nə edərdin? Mən? Mən səni atıb gedərdim. Bir saniyə belə səninlə yaşamazdım. Mən dürüst, vicdanlı insanı sevə bilərəm. Əgər bilsəm ki, sən fon trombun etdiyinin 1% etmişsən, bir göz qırpımında çıxıb gedərdim. Əciu. Belə, sən gör bir necə birisən. Mən heç bunu bilmirdim. Yalan danışırsan, heç qızarmırsan da. Mən? Mən yalan danışmıram. Siz bir alçaqlıq etməyə çalışın, onda görəcəksiniz. Mənə bunu etməyə ehtiyac mı var? Özün bilirsən. Mən sənin fon trobundan betərəm. Fon trop mənim yanımda toya getməlidir. Nə gözlərini bərəldib baxırsan? Qəribədir. Mən nə qədər maaş alıram? İllik 3000 rubl. Bir həftə öncə sənə aldığım boyunbağı neçəyə idi? 2000 rubl. Elə deyilmi? Dünənki donun 500 rubl. Bax, 2000 rubl. Dünən sənin atan məndən dilənib 1000 rubl aldı. Amma Pierre, bunlar təsadüfi olan xərclərdir. Atlar, ailə həkimi, dərzidən gələn hesablar. Günün 3-cü yarısında kiməsə 100 rubl uduzmusan. Ər qalxıb dikəldi. Divanda oturdu. Əllərini başının arxasına qoyub bu ittihamları ərz etdi. Sonra yazı masasının yanına gəlib bir neçə əyani sübut göstərdi. İndi anacığım, görürsənmi, fon trop boş şeydir. Mənimlə müqayisədə o xırda cibgirdir. Get və bundan sonra mühakimə etmə. Adieu. Əsər bitdi. Birdən oxucu sual vermək istər ki, qadın ərini qoyub getdimi? Bəli, getdi. Amma qonşu otağa. Adieu. Fransız dilində əlvida.